Dostlar salam, hər vaxtınız xeyir. Bir məsələdə yüngülvari toxunmaq istəyirəm. Bu İran ifadəsi ilə bağlı insanları çaşdırır bu. Mən sizə tam əminliklə deyə bilərəm ki, İran sözünün, İran ifadəsinin farslara heç bir aidiyyəti yoxdur. Və yaxud belə deyək də, İran ifadəsi fars demək deyil. İran sözünü uyğunlaşdırırlar Ari sözünə və yaxud Aryan sözünə və yaxud Arya sözünə. Bu ifadə ilk dəfə işlənibdir. Eradan əvvəl təxminən 7-ci əsrə aid edilir Avesta əsərinin yazılması. Avestanın özü də Azərbaycanlılar tərəfindən yazılır. Dünyanın çoxlu alimləri Avestanın Azərbaycan və mühitində yarandığını və Azərbaycanlı tərəfindən yaranır. Yəni Zərdüştün Azərbaycanlı olduğu fikrini deyirlər. 9-11-ci əsr ərəb müəlliflərinin demək olar ki, hamısı göstərdilər ki, Avesta Azərbaycan mühitinin və Azərbaycan müəllifinin məhsuludur. Sadəcə olaraq Avestada müəyyən süjetləri 10-cu əsrdə Firdovsi Şahnamə əsərini yazarkən götürdü. İran sözünü o dövrdə başladı işlətmə, o vaxta qədər Sasanilərin də dövründə, başqalarının da dövründə İran ifadəsi işlənmirdi. Bəzən Aryan sözü işlənirdi. O da İran sözünün bir forması ola bilərdi. Amma Şəhnamədə İran ifadəsini işlətməyə başladılar. Yenə də o farslara aid deyildi. Bu farslara aid deyildi. İran-Turan məsələsi. Avestada İran sözü yoxdur. Aliyə sözü var, böyük bir ərazini əhatə edir. Və onun da İran və fars sözü, İran sözü yoxdur. Ümumiyyətlə fars sözü də yoxdur Avestada. Şahnamədə Firdovsi farslara xidmət edərək o İran-Turan məsələsini ortaya atdı. Turan var, Tur var, Türk deməkdir həmin dövrdə. Əslində Avesta türklərin, Turanların, Turanlıların fəaliyyəti haqqında bir əsərdir. O İran sözünü bu şəkildə Şahnamədə ortaya atdı. Sonra yenə də yaddan çıxmışdı o. Moğollar regiona gələndən sonra özlərinin qədim olduqlarını göstərmək üçün, özlərinin böyüklüyünü göstərmək üçün İran zəmin ifadəsi işlətilir. Yəni İran torpaqları. Biz İran torpaqlarına sahibik dedilər. Böyle ifadələr işlətdilər. Ondan sonraki dövrlərdə Qaraqoyunlarda, Ağqoyunlarda, Səfəvlərdə İran ifadəsini həmin mənada işlətdilər. Bu farsları təqlid eləmək deyildi. Bu həmin o Moğolları təqlid eləməkdir ki, dövlətlərinin, hakimiyyətlərinin qədim olduğunu göstərsin. Və sonra bu şəkildə də İranı özü, Qacarlar da o ifadədən istifadə elədilər. Sonradan bu, yəni İran ifadəsi birinci növbədə elə Türk deməkdir. Türklərin hakimiyyəti, Türklərin dövlət ölkəsi deməkdir. Bunu hər kəs qəbul etsin. 1925-ci ildə farslar Fəhləvilər hakimiyyətə gələndən sonra artıq başladılar farslaşmaya və 1935-ci ildə Hitlerin məsləhəti ilə o vaxta qədər tutaq ki, Qacarlar ifadəsi işlənirdi, Qacarlar dövləti və yaxud deyək ki, İran dövləti ifadəsi qeyri-rəsmi işlənirdi və yaxud Persiya və yaxud Persiyan İngilis dilli işlənirdi və 1935-ci ildən deməli Hitlerin məsləhəti ilə İran şahları İran ifadəsini götürdülər ki, İran dövlətinin biz hakimləriyik və ondan sonra İran ifadəsini yapışdırdılar onlar fars kəlməsinə, fars ifadəsini. Yəni bu şəkildə ortaya çıxıbdır. Ona görə də heç kəs özünə əziyyət verib İran ifadəsinə fars axtarmasın. Bu ölkənin tarixi birinci növbədə türklərin tarixidir.